Rusiya səmasında Ukraynaya məxsus 337 pilotsuz uçuş aparatı vurulub. Dronlardan 91-i Moskva vilayəti üzərində zərərsizləşdirilib. Hücum zamanı 3 nəfər həlak olub, 18 mülki şəxs xəsarət alıb. Dron qalıqlarının düşməsi nəticəsində yaşayış binalarına ziyan dəyib. Binaların yuxarı mərtəbələrində və avtomobil dayanacağında yanğınlar baş verib. Çox sayda avtomobil yararsız vəziyyətə düşüb. Həmçinin PUA qalıqları Domodedovo dəmir yol stansiyasının ərazisinə düşərək yolun bir hissəsini zədələyib. Qatarların hərəkəti dayandırılıb. Hücumlarla əlaqədar Moskvanın əksər hava limanlarında cover planı tətbiq edilib. Ukraynanın isə Odessa şəhərinə şiddətli dron hücumu olub. Şəhər meri Gennadiy Truxanovun sözlərinə görə şəhərin müxtəlif yerlərində ümumi sahəsi 2780 kvadrat metrdən çox olan kommunal və ambar obyektlərinə ziyan dəyib. Səhər saatlarında hər yer qara tüstü oldu. Çünki çox güclü yanğın var idi. Çoxlu su istifadə edərək söndürməyə çalışırdılar, amma daha da pisləşdi. Gecələr heç yatmırıq, dəhşətdir. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, Odessada Rusiyanın hücumu nəticəsində yanacaq çənləri, fərdi yaşayış evi və uşaq oyuncaqları olan ambar yanıb. İlkin məlumata görə itki yoxdur. Xavər Əliyeva, Fərda Abbasova, ASTV Xəbər.